Akşamınız xeyir olsun. Mən bu maye fosfor mövzusuna münasibət bildirmək istəyirəm. Bilmirəm. Bax, mən çox mövzular olur ki, aylarla gözləyirəm ki, buna münasibət biri bildirsin də əvvəla. Sonra mən münasibət bildirim. Yəni, baxıram ki, konkret olaraq bu polifosfat, amonium polifosfat deyilən gübrəyə münasibət bildirən yoxdur. Söz yox, mən demirəm, amma pis gübrədir. Mövzunu amonium fosfat, yəni amafos, bitkiyə daha tez bir şəkildə fosfor təmin eləmək qabiliyyətindədir. Çim amonium polifosfata görə. Yəni siz mövzuya fermer kimi yanaşırsınız. Mütəxəssis kimi niyə yanaşmaq istəmirsiniz? Amafos dediğimiz bitki için en rahat uygundur. Marmalatdır, marmalat. Yani fosfat dediğimiz bitki tarafından zıppıltı ile mənimsənir. Suda həll olması, biraz erken verilmesi, ne bileyim bir suvarılma aparılması kifayət edir ki, amafosun bitkiye ihtiyacı olan miqdarı artıq bitki tarafından mənimsənilsin. Ama polifosfatın formuluna bir bakın. Yani siz niye mövzuya fermer kimi yanaşmak istiyorsunuz? Bunun bir formülüne bakın. Bu formül konkret olarak uzun zincirli fosfattır. PO3. Bu mənimsəniləbilən fosfor değil. Bunun maye olması sizi niye anlatmalıdır? Siz fermer değilsiniz. Siz mütəxəssissiniz axı. Niye mövzuya tersten girirsiniz? Yani demək istədiyim, mən istəmirəm, bu hər mövzuya münasibət bildirim. Amma səbir eləməyin də bir qədəri var da. Yəni, demirəm verməyin. Verin. Hansı torpağa verin? O PO3 formasında da değil, uzun PO3 zincirindən ayrılıb PO4 kimi bitkiyə mənimsəniləbilən fosforun formalaşması halva deyil, asan bir mövzu deyil. Uzun bir müddətdən sonra o mənimsəniləbilən olur. Yani siz niye mövzuya kal baxırsınız da? Yani belə demək istədiyim, suda həll olubsa fisyo deyil axı. Yani siz bir mütəxəssissiniz axı. Mütəxəssis suda həll olmasından çox formuluna baxmalıdır. Bitkinin mənimsənilməsinə baxmalıdır. Bitki hansı formulu mənimsəyir? Ona diqqət eləməlidir. Verdiyin fosforun bitkinin ihtiyacı olan formula çevrilmesi prosesine dərk eləməlidir. Yani siz mövzuya niye bu şekilde yanaşırsınız? Ben dərk eləyəmirəm mövzuyu. Yani ben gözləyirəm ki, biri bu mövzuya münasibət bilsin. Ya bu, yani konkret olarak bu münasibət bildirməyənlər həqiqətən də qanmamazlıqdan münasibət bildirmirlər. Və yaxud da mən salim olum, cümlə cahan batsa da batsın. Yani mənim vecimə də deyil fermer. Ya da bu baxımdan münasibət bildirmirlər. Yani burada yani konkret olarak mövzunu dərk eləmək lazımdır. Sən amonium polifosfatı gətirib taxıla verə bilməzsən axı. Yəni bunu verə bilərsən sən qarğıdalıya, semçiyə, ya karbamid necə uzun müddətlə daha gec mənimsənilə bilən formulda azotdur. Amonium polifosfat da daha gec mənimsənilə bilən fosfordur. Yəni hansı ki misal üçün dediyim kimi semçiyə qarğıdalda istifadə oluna bilən bir fosfordur. Niyə mövzuya bu şəkildə yanaşırsınız ki, fermer də ortada girinc qalır. Elə fərz edir ki, fermer bu fosfor suda həll olubsa fisyo məsələ bitdi. Bunun suda həll olması şərt deyil. Suda həll olması da, həll olsa da olmasa da bu formul özü problemdir. Yəni PO3 nə olduğunu, PO3 formulu uzun bir zincir. PO4 amonium fosfat dediğimiz NH4PO4 mövzu bitti. Amonium polifosfat ise NH4 PO3 zinciri. Onun bölünmesi, parçalanması mikoriz olmalıdır torpaqda ki, o mənimsəniləbilən olsun, bitkiyə əlverişli olsun. Və yaxud da kifayət qədər bakteriyalarla zəngin olmalıdır ki, torpaq. Amonium polifosfat amafos qədər sürətli mənimsəniləbilən olsun. Bax, amafos ləng gübrədir. Amma fikirləşin ki, mən bunu amonium polifosfatla müqayisə eləyəndə sürətli deyirəm. Sürətli, yəni çox sürətli gübrədir. Dəfələrlə sürətli gübrədir. Yəni mövzunu düzgün anladım fermerə.
Yəni demək istədiyim bir reklamın arxasına girməklə deyil. Yəni kimsə satırsa, satdığını reklam eləməlidir. Başa düşürəm bunu mən. Amma bu reklamı dərk edən insanlar biz olmalıyıq axı. Biz də o reklama alət olası insanlar deyilik axı. Yəni niyə mövzuya bu şəkildə yanaşırsınız? Mən başa aça bilmirəm. Əziz qardaşlarım, məni başa düşün. Bax, mən də istəmirəm kiməsə mane olan, kimisə nəsə satmağına mane olan. Amma məsələni başa düşün. PO3 formulu əslində doz aşılarsa həddən artıq toksik maddə sayılır. Toksik maddə. Yəni bitkilərə onun toksik təsirləri yəni ciddi olur. Bunları başa düşmək lazımdır. Yəni mənim sizə demək istədiyim odur ki, mən istəyirəm ki, hər kəs özü fərqi yox. İndi şükür Allaha, indi süni intellekt dövrüdür. Nə bilim, indi internet dövrüdür. İndi hansısa kitabı açmaq üçün gedir, kitabxanada gəzmirsiniz. Yəni hansısa məlumatı əldə eləmək üçün nə bilim, təhsil almaq belə önəmli deyil. Axtarın, internetdə araşdırın, baxın, görün polifosfat, PO3 bitkidə hansı təsirləri qoya bilər. Yəni bunları öyrənmək borcunuzdur sizin. Çünki bunları öyrənmədən bazarda çox insanlarla qarşılaşacaqsınız. Bir var, başınız əhlət daşına dəyə. Bir də var, başınızı qoruyun da. Başınızı qorumaq üçün kifayət qədər informasiya dövründə yaşayırıq da. Bu başınızı elə gərək vurasınız əhlət daşına. Vurmayın da. Bundan ötürü bir interneti açın, araşdırın, bir kitab oxuyun. Yəni burada nə çətin bir şey var axı. Yəni demək istədiyim hansısa informasiya yetişmək çətin deyil axı. Yəni o dövrdə yaşamırıq axı. Nəysə, eyvallah. Mən çox istəyərdim ki, bu mövzuya toxunmayım konkret. Amma məcbur qaldım, toxundum. Allah kömək olsun Azərbaycan fermerlərə. Başqa heç nə deyəmərəm.